Hə dostlar, kim imsaka oyanıb? Biz artıq oyanmışıq. Demək olar ki, imsakımızı etdik və videonu hazırlayıb sizə təqdim eləyirəm. Quymaq hazırladıq bugün səhər-səhər. Allah qəbul eləsin. Allah orucumuzu qəbul eləsin eyni zamanda da. 200 qram kərə yağı götürdüm. Mən qalın tava götürmüşəm. Çünki altı qazmaq tutmaq üçün quymağa mütləq qalın tava lazımdır. Yağımız əriyir. Final mətbəx yağından istifadə etdim 200 qram və 1 stəkan yarım un götürdüm. 1 stəkan yarım unu artıq ərimiş final yağında qovururam. Tamamən bir-birinə qarışdıqdan sonra üzərinə təxminən 1 çay qaşığı yarım sarı kök əlavə edirəm. Çay qaşığı bizdə balacadır, ona görə də sizə çox gəlməsin. 3 çay qaşığına yaxında az miqdarda təbii ki tam dolu yox, duz əlavə edirəm. Quymaq biraz duzlu olanda mənim çox xoşuma gəlir və sarı kökün tamından da çox xoşuma gəlir. Bax beləcə bunu qarışdırırıq. Sonra yağın bir balaca üzə çıxmasını gözləyirik və ona görə də qovururuq. Dəqiqələri özünüz tutacaqsınız. Mən stəkan yarım una təqribən 1 litr 300, 1 litr 400 ilıq su əlavə elədim. Suyu da əlavə eləyə kıvamını özünüz əlinizin altında hiss edəcəksiniz. Qaşıqdan istifadə etmədim burada, çırpıcıdan istifadə elədim. Çünki un onda çox yaxşı açılır və düyün qalmır. Tam olaraq 1 litr 350, 1 litr 400 su getdi. Bəli, kıvamı alındı. İndi qazın yüksək olan hissəsinə qoyuram tavanı. Çünki ən yüksək xodda qoymaq lazımdır ki, altı qazmaq tutsun. Bu arada final yağlarına təşəkkürümüzü bildiririk. Görürsünüz necə qaynara düşür, yavaş-yavaş yağını buraxmağa başlayır. Təxminən 25-30 dəqiqə çəkir ki, qazmaq tutsun. Qazmağı görürsünüz, yavaş-yavaş kənarlarında qazmaq tutduğunu hiss edirik. Bu da darçınımızdır. Bu arada artıq çayı dəmləməyin vaxtıdır. Hə, demək olar ki, quymağımız hazırdır. Süfrəyə vermək olar. Çayın kisəsinə bax. Çayımızı da dəmləyirik. Allah orucumuzu qəbul eləsin. Allah səbir versin, güc, qüvvət versin hər birimizə. Amin.